Mən həmişə demişəm, bizim axırımıza çıxacaq fədakarlıq. Fədakarlıq gözəl bir şeydir. Bir yerə qədər gözəl bir şey. Bəli. Yəni, mən həmişə əleyhinə olmuşam, vuruşmuşam bu kəlmə ilə ki, mən şam kimi əridim oğlumun yolunda, qızımın gözəl insan. Siz elə edirsiniz, sonra oğlunuz, qızınız da şam kimi əriyəcək öz oğluna, qızına görə. Qoy yaşasın həyatın. Siz də yaşayın biraz, gün görün. O da yaşasın. Bu estafet 400 metreye qaçış deyil, yüngül atletika yarışında. Mən çubuğu verdim, ona deyandım, başladı o qaçmağa. Yox. Uşaqlar bütləşdirməyin, bir gün o qurban tərbiyə edəcək. Bəli. Məndə də var gözəl o sözdür, bəli, bəli. Övladınızı bütləşdirməyin. Bir gün o büt deyəcək, qurban ver. Onu etməmək. Biz niyə eləyirik? Biz də belə görmüşük, amma bir yerdə bu zənciri qırmaq lazımdır. Bəsli fədakarlığı yemədim, yedizdirdim, içmədim, içizdirdim, geymədim, geyindirdim. Sonra da bunu dərd eləyirik özümüzə ki, bu uşaq getdi, ailə qurdu, məni saymaq deyə bir şey deyil. Siz həddindən artıq şam kimi ərimək, heç kimin yolunda qurban getməməlidir. Vətən başqa, bu müqəddəs anlayışlar başqa, hərbi xidmət və s. Amma sivil həyatda yaşayır, baxırsan ki, ana-ata mən görmüşəm, ana-atanın geyiminə baxırsan, hiss edirsən ki, adamlar yaşamır da, əziyyət çəkir. Amma uşağı, ya qız ya oğlan fərq etməz, yağın balın içində. Belə etmək olmaz axı.